Esselamu aleykum və rahmetullah. İslam alimləri icma və ittifaq ediblər. Yeşkil rəydədirlər ki, fərzlərin içərisində ən əzəmətlisi La ilahe illallah Muhammedur Resulullah'dan sonra namazdır. Namaz yerdə qalan bütün əməllərin içərisində ən əfsəli, ən fəzilətlisidir. Yenə alimlər icma eləyiblər ki, namazı tərk etməyin günahı başqa bütün günahlardan, zinakarlıqdan, adam öldürmək, oğurluq etmək, qumar oynamaq və s. kimi çirkin günahlar, həlak edici günahların günahından da şiddətlidir, həm dünyada, həm axirətdə. Yenə alimlər icma ediblər ki, namazın vacibliyini inkar etmək böyük küfürdür, İslam dinindən çıxaran küfürdür. Lakin alimlər ixtilaf eləyiblər ki, namazın vacibliyini təsdiq edən, iqrar edən şəxsin tənbəlliyindən, səhlənkarlığından, iman zəifliyindən dolayı namazı tərk eləyərsə, onun hökmü İslam dinindən çıxaran böyük küfürdür, yoxsa kiçik küfürdür, böyük günahdır, günahkar müsəlman sayılır. Və sonuc etibarın əgər cəhənnəmə girərsə, cəhənnəmdən çıxacaq. Beləcə alimlər arasında iki rəy var. Yəni, müxtəsər olaraq belə, nə üçün müxtəsər deyirəm? Çünki sələflərdə, xüsusən də Şeyxülislam İbn Teymiyyə Məcmu Fətavanın 7-ci cild səhifə 302-də, səhv etmirəmsə, sələflərdən gətirdiyi səhifə 302-də, bəli, yarısı 302, yarısı 303-ə düşür. Deyir ki, müsəlmanlar hamısı ittifaq eləyiblər ki, kəlmə şəhadəti tərk eləyən, La ilahe illallah Muhammedur Resulullah, iki şəhadəti tərk eləyən kafirdir. Amma yerdə qalan 4 əməl, namaz, zəkat, oruc, həcdə isə tərki barəsində ixtilaf eləyiblər. Artıq bu kəlmə ilə müasir təkfirçi xavaric firqəsi sayılan, ki, biz bunların hamısına təkfirçi xavaric deyirik, lakin təfsilata vardıqda, yəni firqələri, məzhəbləri yaxından tanıyanlar bilirlər bunu ki, bunlara həddədi deyilir. Həddədi o kəs deyil ki, kimsə müxalifə rəddiyə verirsən, Qadir ağa mənə rəddiyə verir, müxalif mənə rəddiyə verir, deyir həddədi. Necə ki, Adil və onun cəmaatı kimi, Əlxan kimi və s. Yox, həddədilər təbdi və təkfir hökmündə tələskən və hüccət qaldırmaqda məsələsində səhlənkarlığa yol verən və cahillikdə üzr görməyən və s. Bu məsələ, bu kəslərdir. Xülasə, qaydaq mövzumuza ki, bu kəlmədə dediyim bu müasir təkfirçi xavariclərə rəddiyə var ki, alimlər 4 əməlin hökmündə sələf alimləri ixtilaf eləyiblər. Sonra İbn Teymiyyə deyir ki, və İmam Əhməd rahiməhullahdan da bu barədə olan rəylər məşhurdur. Bir rivayətində İmam Əhməd ənəhu yəkfur mən tərəkə vahidən minhə. Bu 4-ündən hər hansı birini tərk eləyənin kafir olması. Digər rivayətində, ikincidə, ancaq namaz və zəkatı tərk eləyərsə kafir olması. Üçüncüsü, ancaq namazın tərkinə görə kafir olması. 4 və la yakfur illə bi tərkis salati və zəkat izə qatələl imamu aleyhə. Ancaq namazın və zəkatın tərkinə görə və imam da bu tərkə görə onlardan vuruşarsa ki, dönsünlər əmələ, vuruşduğu halda kafir olması. Deməli, fərq var. O biri rəy odur ki, namaz və zəkatı tərk eləyən kafirdir. Bu rəydə isə deyir ki, namaz və zəkatı tərk eləmək o vaxt böyük küfür olur ki, imam onlarla vuruşur ki, əmələ dönsünlər və onlar dönməkdən imtina edirlər, imama qarşı müqavimət göstərirlər. Bu halda əmələ dönməkdən imtina var burada. 4-cü rəy la yakfur illə bi tərkis salat, ancaq namaza görə təkfir eləmək və 5-incisi bunlardan heç birə görə təkfir etməmək. Yəni, tək şəhadət gətirən müsəlman və mömin sayılması, imanın nəqis olsa da belə və qiyamət günü də oddan canının qurtarması. Oddan canının qurtarması. Və sonra Şeyxülislam İbn Teymiyyə bu rəyləri saydıqdan sonra İmam Əhməddən gələn bu 5 rəyi deyir ki, və hədihi əqvalun mə'rufətun lis-sələf. Və bütün bunların hamısı sələflərdən bilinən, tanınan sözlərdir. Deməli, sələflər bu 5 rəy üzərində, İslamın ərkanlarından sayılan bu 5 rəy üzərində bu formada ixtilaf eləyiblər.
Təbii ki, burada 5-in 4-ündən hər hansı birini tərk eləyənin kafir sayılması ən zəif rəydir. Götürək ki, orucu tərkə görə Ramazan ayının orucunu tutmayan kafir olmasına heç bir dəlil yoxdur. Yəni var bir dənə hədis Abdullah ibn Abbasdan səhv eləmirəmsə, o da zəif hədisdir. Zəkata tərkinə görə zəkatın tərkinin küfr olmasına heç bir dəlil yoxdur. Həccin tərkinin küfr olmasına heç bir dəlil yoxdur. Gələn Ömərdən bir dənə rəvayət ki, kim gücü çatar həcc eləməzsə, Nəsrani və Xristiyan və Yəhudi kimi ölər. Bu qorxuducu deyilən sözlərdəndir. Beləsinə sözlər hədislərdə də var. Bunların əhl-i sünnənin mövqeyi var bu kimi sözlərdə ki, bunlar hədə baxımından deyilən sözlərdir. Kim bizə qarşı silah qaldırar, bizdən deyil. Kim bizə ğış eləyər, bizə hiləgərlik işlədər, müsəlmanlara aldadar, bizdən deyil. Əmanətə vəfalı olmayanın imanı yoxdur. Əhdə vəfalı olmayanın dini yoxdur. Bu kimi hədislər hamısı hədə və qorxutmaq mənasında istifadə olunan və əməlin günah olmasını bildirən ibarələrdir, ifadələrdir. Vuruşulmaq anında kafir olması bu mötəbərdir. Çünki burada imtina üzə çıxır. Ona görə də İmam Əhməd rahiməhullah namaz məsələsində ondan gələn rəylər cəm olunduqda görülür ki, səhih olan rəyi onun qılıncın altında namazı tərk eləyəndə kafir hökmünü verməsidir. Və bu rəyi də tərcih eləyib Şeyxülislam İbn Teymiyyə Şərh-i Umdətül Fiqh kitabında, namaz kitabının sonunda ki, ondan sonra azan kitabı başlayır 1-ci cilddə. Və həmçinin İbn-i Qeyyim Əs-Salət kitabında, namaz kitabında tərəflərin, hər iki tərəfin təkfir edən, birinci təkfir etməyənlərin dəlillərini gətirir. Sonra təkfir edənlərin dəlillərini gətirir. Və bu ikinci tərəfə meyl eləyir. Onun da meyli bir neçə tərəfdən bilinməkdədir. Həmi bunların dəlillərini daha təfsilatlı gətirir. Amma təkfir etməyənlərin dəlillərini o təfsilata varmır. Və orada ən böyük dəlil sayılan şəfaət hədisini çox müxtəsər gətirir. Şəfaət hədisi mütəvatir hədisdir və Əhl-i Sünnə vəl Cəmaə Mötəzilə və Xavariclərə ki, onların Əhl-i Sünnə ilə olan ittifaqları, xüsusən Xavariclər və Mötəzilələr də bu məsələdə onlara tabi olublar. İman və küfr məsələsində olan ixtilafları. Əhl-i Sünnə ta Bini qədimdən onlara məhz ən böyük dəlillərindən biri şəfaət hədisi olub. Mütəvatir şəfaət hədisləri Ənəsdən gəlir, Əbu Səid Əl-Xudridən, Əbu Hüreyrədən, Abdurrahman İbn Avf və s. sahabələrdən gələn şəfaət hədisləri uzunu var, müxtəsəri var və özdə bu hədislər müttəfəqun aleyhidir. Buxarı və Müslimdə gəlir və başqa sünənlərdə gəlib, səhihlərdə gəlib, musnədlərdə gəlib və mütəvatirdir. Orada şəfaət hədislərinə işarə eləyəndə və deyir və şəfaət hədisində gəldiyi kimi bir sətirdə verir. O bir sətirdə verdiyi şəfaət hədisi əslində bir hədis deyil. Yəni o bir hədis kimi işarə eləyir, o iki hədisdir. Ənəslə Əbu Səid Əl-Xudrinin hərəsindən bir cümləni bir hədisdə. Və İbn-i Qeyyim sonra bu iki tərəfin dəlillərini gətirdikdən sonra sual qoyur ki, yaxşı, indi və təkfir tərəfin dəlillərini daha çox gətirir. Sual verir ki, yaxşı, namaz şartun li sıhhatil iman, imanın səhihlik şərtidir. Səhihlik şərti o deməkdir ki, yoxdursa iman yoxdur. Şərt odur ki, usulçulara görə şərt yoxdursa, nə üçün şərt qoyulubsa, ona da məşrut deyilir. O yoxdur. Namaz imanın səhihlik şərtidir. Deyə bilmir, ya hə, ya yox. Hə deyə bilmir, çünki təkfir etməyən dəlillərdir İmam İbn-i Qeyyim, insaflı imam. Yox deyə bilmir. Yəni, bunu cavabı verdikdə o biri tərəfin dəlilləri, o birini verdikdə bu birinin dəlilləri ona görə belə qarşıdurma yaradır. Dəlillər çəkişməkdədir bir-biri ilə. Ona görə başqa söz, cavabdan yayınır və deyir ki, namaz qiyamət günü ən birinci barəsində soruşulacaq əməldir. Namazı zayi olanın başqa əməllərdən də baxılmaz.
Həqiqətdə bu söz əməl sahibinin kafir olması demək deyil. Çünki başqa əməllərinə baxılmaz, cəhənnəmə atılar, günahlarına görə cəza verilər və sonra da yenə də qayıtmalıyıq şəfaət hədisinə. Quranda namazın tərkinin kafir olmasına heç bir dəlil yoxdur. Quranda gətirilən ayətlər ki, fəxalafə min ba'dihim xalifun adaa'us salat və itteba'uş şəhəvat fəsawfa yalqawna ghayyə Məryəm surəsindəki ayət. Allah Teala birinci peyğəmbərləri zikr eləyir, ənbiya. Sonra deyir ki, onlardan sonra onlara müxalif olan qövmlər gəlib namazı zayi eləyəcək və şəhvətlərini oyacaq, sonra onlar cəhənnəmdəki qey dərəsinə girəcəklər. Başqa hədisdə, ayətdə, üzr istəyirəm, Allah Teala cəhənnəm əhlinə verilən sualdan danışır, deyir ki, onlara sual veriləcək ki, sizi bu yandırıb yaxan cəhənnəmə nə gətirib çıxartdı? Mə səlakakum fi saqar. Onlar deyəcəklər ki, biz namaz qılanlardan deyildik, biz miskinlik kasıbı yezdirməzdik, biz öz dünya həyatına dalıb gedənlərlə bərabər idik, dalıb getmişdik və kunna nukəzzibu biyevmiddin və axirət gününü, din gününü yalan sayırıq. Nədir din günü? Yevmuddin, yəni yevmul cəza vəl hisab, öldükdən sonra insanların dirilməsi, haqq hesab olunması üçün məhşərə gətirilməsi, əməllərinin haqq hesab olunması, əməllərinin qarşılığının verilməsi və sonra da cənnət və cəhənnəmə girməsi. Yəni axirət həyatını bunlar inkar edirdilər, yalan sayırdılar, təkzib edirdilər. Və bu da yəni imanın 3 əsasından biridir. İmanın 3 əsası var. Allaha iman, rəsullarına iman və axirətə iman. Bunlar axirətə iman gətirməmişlər və axirətə iman gətirməyən insan birbaşa olaraq rəsullara iman gətirmir. Çünki axirətdən xəbər verən rəsullardır. Yəni bunlar kafirlər idi. Ona görə bu 4 vəsif məcmu halda götürülməlidir. Ona görə Allah Teala ayətin sonunda dedi ki, şəfaət edənlərin şəfaəti onlara heç bir fayda verməyəcək. Başqa Qələm surəsində, bu Müddəssir surəsində, Qələm surəsində Allah Teala demək ki, baldırın açılacağı gün onlar səcdəyə çağırılacaqlar, lakin səcdə eləyə bilməyəcəklər. Kafirlərin vəsfidir. Bəli, bütün bu ayətlər bizə bunu verir deməyə ki, necə ki, təfsirçilər deyiblər ki, namazı tərk etmək kafirlərin əxlaqlarından, kafirlərin əməllərindən, kafirlərin adətlərindəndir. Necə ki, bu barədə İmam Əbu Ubeyd Əl-Qasim İbn-i Səlləm Hicrətin 224-cü ilində vəfat eləmiş o böyük imam, İmam Əhməd Rahiməhullah onun barəsində deyir ki, o ustadımızdır. Özünün Kitabul İman adlı iman mövzusunda yazılmış ilk şərh kitabıdır. Orada deyir ki, bəli, namaz qılmamaq, Allahın hökmünə hökm verməmək kafirlərin əxlaqlarından, ədəblərindəndir. Amma bunu etmək müsəlmandan baş verərsə, biz burada baxılır. Burada baxılır. Nəyə baxılır? Keçirik başqa məsələyə. 2 nöqtə qoyub, indi bunun şərhinə keçirik. Küfür bölünür 2 yerə. Etiqadi küfür var və əməli küfür var. Etiqadi küfürə hərdən qəlbi küfür də deyilir İbn Teymiyyədə. Əməli küfürə hərdən feili küfür deyilir, hərdən ləfzi küfür deyilir sözdə baş verdiyinə görə. Bu nə baxımındandır? Burada bu küfürlərin, müəyyən küfürlərin, yəni hardan baş verməsi baxımındandır. Etiqaddan baş verir, yoxsa sözdən baş verir? Qəlbdən baş verir, yoxsa feillərdə və sözlərdən baş verir? Ona görə bölünüb ki, etiqadi küfür və ləfzi küfür, əməli küfür. İbn-i Qayyim Rahiməhullah namaz kitabında da bu barədə çox geniş danışır. Etiqadi küfür, küfürün bilindiyi kimi 5 növü var. Yalan saymaq küfürü, üz döndərmək küfürü, təkəbbürlü küfürü, 5 növ. Bunlar etiqaddan baş verir. Və bu küfür imanın əslini aparır. Etiqadi küfür imanın əslini aparır. Əməli küfür isə, düzdür, əməli küfürdə İbn-i Qayyim bunu da bölür 2 yerə. Və deyir ki, əməli küfürün içərisində imanı aparan var, imanın yəni tam aparmaqdan söhbət gedir. İmanı tam aparan var və imanı aparmayan var. İmana zidd olan var, imanı aparmayan var. İmana zidd olan, imanı aparana əməldə olub, imanı aparan küfürə misal çəkir, bütə səcdə eləməyi. Əməldə olub, imanı aparmayan küfürə misal çəkir, namazı tərk etməyi, Allahın hökmünə hökm verməməyi. Şeyx Əlbani Rahiməhullah burada İbn-i Qayyimə bir balaca etiraz eləyir. Və deyir, hərdən namazı tərk etmək də keçib etiqadi küfür ola bilir. Nə vaxt? Deməli, bu təqsimatı başa düşdüksə, etiqadi küfür imana aparır, əməli küfür bölünür 2 yerə, imana aparan, imana aparmayan. Onda bəzi küfür növləri var ki, orada mümkün deyil bölünsün böyük küfür, kiçik küfür. Hamısı etiqadi küfürdür. Yəni, bu birinci təqsim, birinci bölgü, etiqadi küfür və əməli küfür.
bərabərdir böyük küfür, kiçik küfür? Həmişə yox. Həmişə yox. Həmişə əməli küfür kiçik küfür olmur. Çünki əməli küfürdən imana aparanlar da var. Dedi ki, deyək, bütə səcdə etmək. Əməldə baş verən küfürdür. Amma insanı İslam dinindən çıxarır. Kim Allahdan başqasının qarşısına ona ibadət məqsədi ilə səcdə edirsə, bu böyük küfürdür. Təbii ki, biz hökm vermək məqamına gəlmirik. Gələndə daha doğrusu müəyyən bir şəxsə, orada hüccət var, hüccətin şərtləri, maniyələr, hüccət qaldıra bilən insan, hüccət necə qaldırılmalıdır, ona dəlillər təfsilatlı formada başa salınmalıdır, o başa düşməli, ondan şübhələr aradan qaldırılmalıdır. Bu hüccətin qaldırılmasının xülasası. Amma elə əməllər var ki, o bölünmür, etiqaddan ayrıla bilir. Elə küfür növləri var ki, etiqaddan ayrılmır. Allahdan qeyrisinə dua etmək. Ləfzdə baş verən küfürdür. Amma bu kiçik küfür olmur, həmişə böyük küfürdür. Və namaz misal üçün, namazda məsələ fərqlidir. Namazda məsələ fərqlidir. Namaz bəzən olur ki, əməldə baş verməsi ilə yanaşı həmçinin etiqadı küfür də burada var. Nə vaxt? Namazın vacibliyini inkar eləyərək tərk eləyərsə. Namazın vacibliyini inkar eləyərək tərk eləyərsə, Allah qorusun, bir kəs, bu böyük küfürdən küfür eləyir və İslam dinindən çıxan küfürdür bu. Yox, namazın vacibliyini etiqad eləyir. Namaz vacibdir, İslam dinindəndir, şəriətindəndir və deyir ki, Allah mənim günahımı bağışlasın, mən də inşallah qılacağam. Burada vəziyyət böyük küfürdən deyil, burada vəziyyət elə olduğu kimi İbn-i Qayyim harda ki bunu yerləşdirib, bu bölgüdə etiqad və əmələ küfür də böldü iki yerə. İmana zidd olan, imana zidd olmayan və Allahın hökmünə hökm verməmək və namazı tərk etmək. Bunlar əməldə baş verən işlərdir və insan imanın əslini aparmır İbn-i Qayyim Rahiməhullahın bölgüsünə. Və bu bölgü də səhih bölgüdür, heç bir üzərində kölgə olmayan bir bölgüdür. Quranda deməli o ayətlərdə ki, Allah Taala orada namaz qılmayanlardan danışır, kafirlərin əxlaqlarından, ədəblərindən, əməllərindəndir bu. Müsəlmandan baş verəndə isə bu, müsəlman deyir ki, namaz vacibdir, oruz vacibdir, zəkat vacibdir, həc vacibdir. Lakin imanın zəifliyinə görə müqəssirdir, təqsirkardır, gətirmir onu. Namazdan danışırıqsa, namaz onda olur kiçik küfür, əməldə baş verən kiçik küfür. Təkfir etməyən tərəf, təkfir edən tərəfə də məhz elə bu formadan cavab veriblər ki, sizin namazı təkfir etməyə gətirdiyiniz xüsusən sünnədə olan hədis, Cəbir ibn Abdullah Əl-Ənsaridən gələn hədis, Müslimdə gələn hədis ki, kişi ilə küfrün və ya şirkin arasında namazı tərk eləmək dayanır. Kim namazı tərk eləyərsə artıq küfr eləyər. Başqa hədisdə Allah Rəsulü deyir ki, bizlə onların arasında olan əhd namazdır, kim onu tərk eləyərsə artıq küfr eləyər. Bunu gətiriblər ki, Allah Rəsulü bu hədisdə namazı tərk eləməyə küfr adlandırdı. Bəli, bunda ixtilaf yoxdur, namazı tərk eləmək küfrdür. Allah Rəsulü bir əmələ, istər bir əməli etməyə, istər bir əməli tərk etməyə küfr vəsfi verirsə, o küfrdür. Lakin söhbət ondan gedir ki, böyük küfürdür. Böyük küfür olması üçün o imanın əslini aparmalıdır. Necə ki, Allahdan qeyrisinə dua etmək, ləfzdə baş versə də böyük küfürdür, etiqadı küfürdür. O qəlbi ilə etiqad edir ki, bəli, bu onun istədiyini verəcək. Və burada həm rububiyyətdə şərik qoşmaq var, həm uluhiyyətdə şərik qoşmaq var, həm ad və sifətlərdə şərik qoşmaq var. Və s. buna müqayisə elə. Amma deyək ki, Allahdan başqasına and içmək şirkdir ki, Allah Rəsulü kim Allahdan başqasına and içir, artıq şirk eləyib. Nə vaxt bu böyük şirk olur, İslam dinindən çıxaran olur? O vaxt ki, o qəlbi ilə etiqad eləyir ki, Allahdan başqasına and içdiyi, o da Allah kimi o ibadətə and içmə ibadətinə haqlıdır. O da Allah kimi təzim olunmalıdır. Bunda artıq böyük şirk olur. Yox, əgər Allahdır, lakin dil öyrəşib, deyir atamın canı üçün, anamın qəbri üçün və s. Bu artıq ləfzdə baş verən münkər bir işdir, ləfzdə baş verən şirkdir, kiçik şirkdir. Allah və sən istəsən bu iş belə olacaq. Necə ki, biri gəldi Allah Rasuluna dedi ki, sahabələrdən, məşə Allah və şiit, Allah və sən istəsən. Dedi, cəaltəni lillahi linddən, sən mənə Allaha ortaq mı qoşdun? Hansı ortaqlıqdan idi? Ortaqlıq nid, böyük var, kiçik var. Necə ki, Quranda da bu bölgü var. Və s. İndi çox təfsilata varmaq istəmirəm. O vaxt Allaha bu məqamda böyük şirk eləyir ki, o da Allahla bərabər, Allah kimi bu kainatda təsarrufat, yəni davranış etmək, Allah kimi bu idarəçiliyə şərikdir. Yəni, onda rububiyyətdə də şərik qoşur, uluhiyyətdə də şərik qoşur, ad və sifətlərdə də payı var şərik qoşmaq. Yox, əgər bilir ki, Allahdır, lakin bunu səbəb tutur və s. onda
kiçik şirk olur. Və namazda da belədir. Allah Rəsulu namazı tərk etməyə küfür deyib, amma nə vaxt bu böyük küfür olur? Etiqadı inkar eləyərsə. Yaxşı, bizə başqa dəlillər də varmı bu nəticəyə gəlmək üçün? Əlbəttə dəlillər çoxdur. Onda biz baxacağıq başqa sünnədə küfür mövzusunda gələn başqa dəlillərə. Allah Rəsulu deyir ki, kişi öz atasını tanıyaraq onu danarsa, bu küfürdür. Başqa hədisdə Allah Rəsulu deyir ki, qadınla arxadan yaxınlıq etmək, cinsi əlaqə o küfürdür. Başqa hədisdə Allah Rəsulu deyir ki, insanlarda iki şey var ki, küfürdür. Nəslə təyin etmək, başqasının nəsil nəzabətinə təyin etmək və ölüyə dil deyib ağlamaq, şəxsi vaxsey və s. və s. Məndən sonra bir-birinizin boynunu vuran kafirlər olmayın. La tərci'u ba'di kuffaran tadribu ba'dukum riqabə ba'd. Allah Rəsulu bu hədisdə nəinki məsdər kimi, yəni o birisilərdə ya feildən gəlir küfür edər, küfür etdi, ya da məsdərdən gəlir ki, küfür, kişi ilə küfrün arasında namazı tərk etməkdir. Burada isə ismu fəil gəlir. İsmu fəil daha bəlağatlı olmalıdır, hökmü o şəxsə endirilməsi üçün. Kuffar və özdə mübaliğat vazınında gəldi. Kafirinin cəmi, kəfəratun və yaxud da kafirun, burada isə kuffar gəldi. Mübaliğat vazınında. Bununla yanaşı Allah bir-biri ilə döyüşmək küfür deyil. Yəni də böyük küfür, İslam dinindən çıxaran böyük küfür deyil. Kiçik küfürdür. Və bunun da başqa bir dəlili Qurandan Allah Rəsulu Hucurat surəsi, Allah Quranda Hucurat surəsində deyir ki: "Və in taifatan minel mu'minina iqtatalu." Əgər iki mömin tayfa, möminlərdən iki tayfa bir-biri ilə vuruşarsa, Allah burada vuruşan bir-biri ilə vuruşan hər iki tərəfi mömin adlandırdı. Bu da o deməkdir ki, xavariclərə müxalif olaraq adam öldürmək böyük küfür deyil. Böyük küfür deyil. Və bu cavab bir tərəfdən cavab verməkdir ki, yəni sadəcə olaraq namazı feili olaraq tərk etmək, etiqadı küfür deyil, feili küfürdür. Bəli, küfürdür, çünki Allah Rəsulu buna küfür dedi. Amma feili küfürdür, çünki bu feili tərk edib, etiqadı saxlayıb qəlbində. Deyir, vacibdir namaz. Və sən biraz da dəvət eləsən, deyir, inşallah qılacam. Sən bunu təkfir eləyə bilməzsən. Çünki bundakı feili küfürdür, etiqadı küfür deyil. Bax, bu məqam aydındır. Nə ilə gəldik bu nəticəyə? Küfür vəsfi gələn başqa dəlilləri cəm eləməkdən. Qaldı burada bir incə məqam. Bu hədisdə gələn əlifləmlə işlənilib. Xüsusən də bu Cəbir ibn Abdullah el-Ansarinin hədisi Müslimdə keçən hədisdə ki, beynər-raculu və beynə əl-kufr. Kişi ilə əl-kufrun arasında. Əlifləmlə işləndi. Əlifləmlə ərəb dilində buna deyir ki, əl-ət-tərifiyyə, müəyyənlik bildirən hərfdir. O deməkdir ki, demişlər ki, əlifləmlə gəlirsə küfür kəlməsi böyük küfrü bildirir. Deyir ki, yox, bu zəif hüccətdir. Bu İbn Teymiyyə bunu kitablarında 2 dənə yerdə, o da qədim kitablarında zikr eləyib. Deyamayıb bunu çox gətirdiyi dəlillərdən deyil. Hətta gətirilsə də belə, madam ki, hətta 2 dənə yerdə deməyi də, yəni kimsə deyə bilər ki, kifayətdir. Yaxşı. Allah Quranda deyir ki: "Və men lem yahkum bima anzalallah فَاُولَٰئِكَ هُمْ الْكَافِرُونَ." Allahın hökmü ilə hökm verməyənlər, Allahın endirdiyi ilə hökm verməyənlər, Quran və sünnə ilə kafirlərdir. Əl-kafirun gəldi. 2 dənə tərəfdən güclüdür namaz mövzusunda gələn küfür sözündən. Əlifləmlə gəldi, bərabərdir və ismu fəildən gəldi. Kafir, kafirdir, kafirlərdir cəmdə. Bununla yanaşı təfsirçilərin, səhabələrin içərisində Quranın təfsirçisi, Allah Rəsulunun dəfələrlə dua etdiyi ki, Allahım ona Quranın təfsirini öyrət, Quranda fəqih elə. Allah Rəsulunun əmisi oğlu Abdullah ibn Abbas, ümmətin təfsirçisi, Quranın təfsirçisi, ümmətin alimi, Hibrul Ümmə və Tərcümanul Quran Abdullah ibn Abbas radiyallahu anhumə xavariclərdən münaqişə eləyəndə, burada da başqa bir fəzilət zikr eləyək Abdullah ibn Abbas barəsində ki, bidətçilərlə, xüsusən də xavariclərlə münaqişədə, münazirədə mütəxəssis sünnə ilə münaqişə eləməyə getdi onlardan və onları məğlub elədi. Neçə min nəfər tövbə elədi, gəldi sahabələrin mənhəzinə. Xavariclər deyəndə ki, innil hukmu illə lillah, hökm yalnız Allahındır, Allahın hökmünə hökm verməyən kafirdir. Ona görə də Əlini, Muaviyəni, ortada hakim təyin olunan iki tərəfi barışdırmaq üçün ortada hakim təyin olunan sahabələri və hər iki tərəfdən vuruşanları və s. ki, çox adam yox idi orada əslində. 30-a yaxın adam var idi. Onları kafir adlandıranda ki, Allahın hökm vermədilər. İbn Abbas radiyallahu anhümə dedi ki, yox, o ayətdə
Allahın kiminə hökm verməyənlər kafirlərdir ayətindəki o küfrdən məqsəd onların başa düşdükləri deyil. Onların ardına düşüb qaçdıqları məna deyil. Kufrun dune kufur. Böyük olmayan kiçik küfürdür. Küfrün altındakı küfürdür. Böyüyün altındakı kiçik küfürdür. Allah dedi ki, əl-kafirun. Yəni əlifləmə də belə cavab vermək asandır ki, əlifləm burada da varsa, orada da var. O olmadısa bu niyə olsun? Dəlil lazımdır başqa. Həmçinin də əs-salət. Orada da əs-salət əlifləmlə gəlib və deyiblər ki, istiğraqı bildirir. Bütün namazları tərk edən. Bu da deyir ki, madam ki, böyük küfür deyil, bütün namazı tərk elədi. Bəzi namazı tərk elədi, böyük küfür deyil. Və əslən bəzi namazları tərk eləyib, bəziləri, yəni hərdən qılıb, hərdən qılmamaq barəsində hədis var ki, Allahın zimməsindən, yəni qorunmasından çıxar. Kafir deyil. Başqa tərəfdən də ki, yəni necə deyərlər, daha açıq-aydın dəlillər əvvəldə dediyim kimi şəfaət hədisləridir. Şəfaət hədisləri mütəvatir olması ilə yanaşı, çox sahabələrdən çox yollarla gəlməsi ilə yanaşı, ən genişi Əbu Səid Əl-Xudrinin və Ənəsin hədisləridir ki, bunlar da muttəfəqun aleyhi, Buxari, Müslim öz kitablarında gətiriblər bunu. Əbu Səidin hədisində möminlərin şəfaətidir. Ənəsin şəfaətində Allah Rəsulunun şəfaətidir. Əbu Səidin hədisində möminlər cənnətə girdikdən sonra öz dünyadakı, yəni onlarla bərabər namaz qılan iman əhli qardaşlarını görürlər ki, yoxdur yanlarında, cənnətdə yoxdular. Allah Rəsulu deyir ki, sizlərdən biri haqq üzərində olduğu halda necə ki, öz tanışı ilə, yoldaşı ilə mücadilə eləyir, sporlaşır. Orada da möminlər Allahla əşəddə mücadilə minhədir. Bundan da şiddətli mücadilə ilə mücadilə eləyəcəklər ki, ey Rəbbimiz, qardaşlarımız bizdən bərabər namaz qılırlar, oruç tuturdular, həcc edirdilər, cihad eləyirdilər, sən onları cəhənnəmə salmısan. Və Allah deyəcək ki, gedin tanıdıqlarınızı cəhənnəmdən çıxarın. Yuxricunə minhə xalqan kəsiran. Çoxlu insanlar çıxaracaqlar ki, onlar yanacaqlar, bəziləri topuğa, dizə, göbəyə, sağ boğaza kimi odda. Hədisdə gəlir ki, bu yerində od onların səcdə yerini yandırmış olmayacaq. Gələcəklər ki, ya Rabbi çıxartdıq. Allah deyəcək ki, gedin qəlbində dinar ağırlığında. Qəlbində. İndi keçdi qəlbə, ikinci dəfə cəhənnəmdən çıxmaq. Birincidə deməli, cəhənnəmdən kimlər çıxdı? Əməl sahibləri, namaz, zəkat, oruc, həcc, cihad. İkincidə nəyə keçdi Allah Taala? Keçdi qəlb əməlləri ilə çıxartmaq. Çünki qəlb əməlləri də artır və azalır. Qəlb əməllərinin içərisində eləsi var, imanın əslidir. Və bunların da əslinin özü də, deyək ki, Allaha məhəbbət imanın əslindəndir. Allahı təsdiq eləmək və Allahın göndərdiyi şəriəti, rəsulları, axirəti təsdiq eləmək imanın əslidir. Lakin bu təsdiq də güclənib zəifləyə bilir. Əhl-i-sünnə etiqadına görə, murciələrdən fərqli olaraq. Allah Teala burada dedi ki, qəlbində dinar ağırlığında, sonra qəlbində zərrə ağırlığında iman olan, qəlbində imandan və yaxud bir o bir rəvayətə gəlir, xeyirdən savayı dinar ağırlığında, zərrə ağırlığında. Yəni mücərrəd iman, sadəcə imanın əslindən əlavə olan dinar ağırlığında bir xeyir. Dinar qızıl puldur, qəpik. Bunlar məcazi mənada istifadə olunmuş şeylər deyil, sözlər deyil. Cəhənnəmdən çıxartmaq məqamında həqiqətdir. Şəriətdə məcaz yoxdur. Və sonda da qəlbində zərrə ağırlığında imanın üzərində bir xeyir varsa ondan. Bu Əbu Səidin hədisində gələnlər. Və sonra Allah Teala deyir ki, Əbu Səidin hədisinin sonunda 4-cü dəfəsində Allah Teala deyir ki, mələklər şəfaət etdilər, peyğəmbərlər şəfaət etdilər və möminlər şəfaət etdilər. Qaldı Ərhamur Rahimin, rəhimlilərin ən rəhimlisi. İndi rəhim eləyə biləcək bir kimsə varsa, o da Ərhamur Rahimindir ki, Allah Rəsulü deyir ki, Allah orada cəhənnəmdən 1 və ya 2 ovuc insan çıxarır ki, onlar ləm yə'məlu xeyran qat. Heç vaxt xeyir əməl işləməyən insanlar idi. Yanıb kömürə dönmüşdülər, qapqara yanıb kömürə dönmüşdülər. Vəsifləri budur. Allah onları cənnət ağzında axan həyat çayı deyilən çaydan keçirəcək, yanıqları hamısı üz başlarından töküləcək. Billur mirvari kimi par-par parıldayacaq sudan çıxdıqdan sonra bütün yanıqları tökülür. Allah onları daxil eləyir cənnətə. Və onları cənnətə daxil olanda boğazlarında qızıldan halqalar, boyunbağları, cənnət əhli bunları tanıyıb deyəcəklər ki, bunlar ötəqaur rəhmən, Rəhmanın azad etdiyi qullardır. Ədxələhumullahul cənnətə bi qeyri əməlin amiluhu və la xeyrin qaddəmuhu. Allah onları heç bir xeyir əməl etmədən
heç bir əməl etmədən, heç bir xeyir təqdim etmədən La ilahe illallahın üzərində heç bir şey yoxdur. İmanın əslinin üzərində heç bir şey yoxdur. Allah onları cənnətə saldı. Ənəsin hədisində isə peyğəmbərlərin şəfaəti, Allah Rəsulunun şəfaəti. O uzun hədisdə ki, peyğəmbərlərin üzərinə gedirlər insanlar, Adəmə, Adəm yönləndirir İbrahimə, İbrahim Musaya, Musa İsa'ya, İsa da Muhammed sallallahu aleyhi və səlləm, Allah hamısı salam olsun, yönləndirir və Allah Rəsulü deyir ki, gəlirəm ərşin önündə səcdə eləyirəm. Allah mənə bu dünyada bilmədiyim o həm sana kəlmələrini öyrədir. Bu dünyada bilmir Allah Rəsulü onu. Allah o cürünə tərifləməyi bu dünyada bilməyib. O elm Allah Rəsulunda olmayıb. Deyir ki, orada öyrədilirəm o kəlmələrə. Yəni o məqamın, o məşhədin özünün bir xüsusiyyəti var. O kəlmələrlə Allaha həmd eləyir və Allah deyir ki, ey Muhammed, başını qaldır, danış, eşidilirsən. İstə, istədiyin veriləcək, şəfaət elə. Və Allah Rəsulü da şəfaət eləyir. Orada Allah Teala orada da gəlir 4 dəfədən cəhənnəmdən çıxartmaq, qəlbində arpa, buğda dənəsi, buğdanın yarısı, sonra ədnə miskal zərrə. Zərrədən aşağı, aşağı, aşağı. O birisinin gəldi zərrə ağırlığında. Burada zərrədən də aşağı, aşağı, aşağı. Qəlbində iman olanları cəhənnəmdən çıxartmaq. Çıxır hamısı. Hamısı qəlb əməlləri ilə çıxır. Və bunu yəni hədis şərhçiləri bunu hədisdə gətirəndə belə danışırlar. Bunu Abdurrahman bin Həsən Əl-Şeyx rahmehullah Fəthül Məcid kitabında tənbih deyə gətirir. Əvvəlki fəsillərdən birində olur, ikinci, üçüncü fəsillərdə, bablarda ki, Qurtubi Təzkirə kitabının sahibi İbn Məcənin Sünən kitabının şərhində burada deyir ki, əvvəlkilər çıxanda zahiri əməllərinə görə çıxdılar. Sonrakılar isə qəlbdə baş verən xeyirlərin dərəcəsi ilə çıxdılar. Və bu da Allahın rəhmətinin, aləmlərin Rəbbinin rəhmətinin genişliyindən xəbər verir. Və dördüncüdə Allah Rəsulü deyir ki, ya Rabbi, mənə la ilahə illallah deyən şəxslər barəsində şəfaət etməyimə izin ver. Deyir, bu sənlik deyil. Bu sənlik deyil. Çünki iki tərəfdən alimlər bu sənlik deyil sözünü bu məqamda deyilən bu sözü təfsir şərh eləyiblər. Birincisi, elə bir məqamdır ki, böyük fəzilətdir. Bunu Allah Teala vermədi məxluqa. Təkcə la ilahə illallah deyən, nə vaxtsa la ilahə illallah deyib yaşayıb, bütün günahları işləyib dahi. Küfür, dindən çıxartmayan, etiqadı olmayan bütün günahları işləyib. Bu sənlik deyil. İkinci bir tərəfdən isə cavab veriblər ki, o birislərin hamısında mücərrəd imandan savayı olan xeyirlərlə, qəlbdə olan başqa salih qəlb əməlləri ilə cəhənnəmdən çıxmaq var ki, onları tanıya bildilər. Burada isə tanıtdıracaq bir şey qalmır. Ancaq qəlbdə olan imanın özəyi, imanın əsli, bu birinci mərhələsi ilə La ilahə illallah Muhammed Rasulullah ondan çıxartdı. Hədisin özü də açıq-aşkar deyir ki, ya Rabbi mənə la ilahə illallah deyənlərə izin ver. Allah Teala deyir ki, izzətimə and olsun, qüdrətimə and olsun, böyüklüyümə and olsun, sultaniyyətimə and olsun ki, la ilahə illallah deyən heç bir şəxsi cəhənnəmdə buraxmayacağım. Və bütün bunlar da hamısı Allah Teala'nın Qur'anda İnnallaha la yaghfiru an yushraka bihi və yaghfiru ma duna zalika limen yasha ayəti ilə üst-üstə düşür. Mənası ilə ki, Allah ona şərik qoşulmasını əsla bağışlamaz, ondan aşağı günahları istədiyinə bağışlayar. Şirkdən aşağı günahları istədiyinə bağışlayar. Şirkdən aşağı günahlar Əhl-i-Sünnə və Cəmalın etiqadına görə Allahın istəyi altındadır. İstəyər birbaşa salar cənnətə, öz fəziləti ilə, istəyər cəhənnəmə salar, etdiyi günahların müqabilində ona əzab verər, öz ədaləti ilə və sonra öz fəziləti ilə onu oradan çıxarar, cənnətə salar. Bu Əhl-i-Sünnə və Cəmalın etiqadıdır. Allah Teala'dan istəyirəm ki, Allah Teala bizi dində fəqih eləsin, imanımızda sabit eləsin və bütün müsəlmanları da İslam dinini elm və əməl baxımından canı qəlbdən yaşamağa müvəffəq eləsin. Çünki qurtuluş bundadır. Bütün insanlara da hidayət versin. Və subhanəkallahumma bihamdik əşhədu an la ilahe illə əstəğfirullah və etûbü ileyh.